Salam dostlar. Dərsimiz davam edir. Keçən dərsimizdə biz dizayn hissəsini həll etdik və dizaynda artıq buradakı bizim edit tekstləri, həmçinin butonları və yaxud da ki text view-nu yaratdıq və buradakı bütün belə deyək, dizayn hissələrini də necə yazmaq lazımdır, onları göstərdik. Bugünkü dərsimizdə artıq bu tablisaları necə işləmək lazımdır, kod hissəsini necə yazmaq lazımdır, onları öyrənəcəyik. İlk öncə məlumat vermək istərdim ki, yəni bunları etmək üçün biz view bindingdən istifadə edəcəyik. View bindingdən istifadə etmək üçün biz nə edirdik? Burada gəlirdik Gradle skriptin içərisində, build Gradle'ın içərisində artıq gəlirdik burada Android'un skopun içərisində ən sonunda Enter düyməsini tıklayaraq boş bir hissə yaradırdıq və burada build feature bu metoddan istifadə edərək bəzəkli mötərizə açırdıq və içərisində artıq view binding yazaraq bunu true edirdik. Bunu həmçinin də eyni qaydada mən keçən dəfə göstərdim ki, yəni bunu sizlər yazdıqca əzbərləyəcəksiniz. Sadəcə əgər bu sizin yadınızda qalmırsa, internetdən də rahatçılıqla girib həmin bu kodu götürüb necə istifadə etmək lazımdır öyrənə bilərsiniz. Yəni çox sadə bir şeydir. Və bunu edəndən sonra sync now edirəm. Artıq mənim bildiyiniz kimi view bindingim artıq burada arxa fonda klası yaranmış olur. Və həmin bundan da istifadə etmək üçün main activity içərisində gəlirəm. Burada latent var yazıram, binding yazıram və 2 nöqtə. Burada da activity binding yazanda bizə gəlir ki, məsələn binding. Baxın, activity main binding artıq yaranmış olub və bunun obyektini çağırıb burada istifadə edirəm. İstifadə edəndən sonra bindingi artıq burada mən yazıram binding və belə deyək də XML ilə bir-birinə bağlamaq istəyirəm. Yəni activity main bindingi yazıram və burada inflate və yekunda olaraq layout inflate ilə bir-birinə bağlamış oldu. Və bunu da ekranlarla belə deyək, ekranda olan məlumatların görüntüləri ilə əlçatanlıq olması üçün artıq bir dənə var. Məsələn view və burada binding root edəndən sonra artıq mən buradakı belə deyək, ekrandakı olan tablisalara çata bilərəm. Bunu da eyni qaydada yenə view-nu burada çağırırıq. Artıq bizim bindingimiz aktiv olmuş olur. Bunu da test etmək üçün burada mən məsələn binding yazdım. Nöqtə yazsam, baxın bütün ekranda yazdığımız hər bir şey artıq burada rahatçılıqla istifadə etmək olur. Baxın dostlar, mən ekranda nələr yarattım? Ekranda burada 4 dənə buton yarattım. 4 dənə buton yarattığım zaman bunların funksiyasını istifadə etmək üçün mən nə etməliyəm? OnClick metodundan istifadə etməliyim. Burada da yenə yazıram OnClick və burada yazaq ki, tutalım ki, üstə gəlmə. Və bunu da keçən dəfə bildirdiyim kimi kopyalayıram. Eyni qaydada olsun deyə. Və main activity-yə gəlib və burada kod hissəsində fun funksiya yaradıram və həmin kopyaladığımı bura tıklayıram. Mötərizə içərisində ekran görüntüsü ilə bir-birinə bağlayıram. Və ekran görüntüsünə bağladıktan sonra artıq mənim həmin funksiyam yaranmış oldu. Baxın, artıq həmin funksiya yaranmış oldu. Eyni qaydada çıxma və main activity-yə gəlirəm burada. Yenə yazıram fun, çıxma. Burada da yenə view. Yenə gəlirik burada. Artıq gördünüz, qırmızı da keçdi. Burada olsun vurma. Mən sizlər rahat başa düşəsiniz deyə, yəni burada ingilis əlifbalarından istifadə eləmirəm. Yəni sizlər adətən kodda yazılanda, proqramistlər tərəfindən kod yazılanda bunlar çox vaxt, yəni belə əksər hallarda %99% ingilis dili əlifbasından, ingilis dili sözlərindən istifadə olunur. Ona görə də yəni indi mən sadəcə sizlər daha rahat başa düşəsiniz deyə bunu belə edirəm. Və burada bunu yaratdıq. Yekun olaraq da bizdə burada yazarıq bölmə. Və bölmənin də eyni qaydada funksiyasını burada yazaq. Bölmə və ekran görüntüsü ilə bir-birinə bağlayaq. Baxın, burada view ekran nədir? Ekran görüntüsü ilə artıq buradakı mənim funksiyamı bir-birinə bağlamış oldum. Və dostlar, bununla da artıq bizim demək olar funksiyalarımız tanınmış oldu. İndi isə biz nə etməliyik? İlk öncə belə bir şey edək. Məsələn, tutalım ki, mən keçən dərsimizdə adi bir praktika eləmişdik və praktikada görsəniz ki, orada mən necə istifadə eləmişdim?
İndi eyni prinsiplə var. Məsələn, burada yazıram ədəd 1 və burada yazaq binding nöqtə, məsələn, ədəd 1 nöqtə text nöqtə toString və burada da nöqtə belə deyək ki, burada bizim bölmə olduğuna görə hər bir an kəsrli ədəd ola bilər. Ona görə də biz bunu to or to double or null edək. İndi bunun əsas səbəbini başa salacağıq. Eyni prinsiplə var, ədəd 2 yazaq və burada da yenə binding nöqtə ədəd 2 nöqtə text və toString to double or null. Və buradakı bizim artıq nə oldu? Bizim belə deyək ki, artıq ədəd 1-i də, ədəd 2-ni də istifadə edə bilərik. Və indi nə yazmalıyıq? Burada yazırıq ki, var nəticə ədəd 1 məsələn, burada bizdə üstə gəlmədi. Üstə gələk ədəd 2. Baxın dostlar, biz bunu edəndə, məsələn, bizdə burada nə oldu? Error göstərir. Error göstərməyin nədir səbəbi? Error göstərməyin səbəbi odur ki, burada biz istənilən vaxtı ola bilsin ki, hər hansı bir rəqəmi yazmamışıq. Amma burada göstərir ki, null da ola bilər, null. Bunu biz orada biz null'lar haqqında dərslər keçəndə necə yoxlayırdıq? Həmçə dediyim kimi, məsələn, keçən dərsimizdə dediyim kimi, məsələn, mən burada artıq if əmrinin köməkliyi ilə, məsələn, burada yazıram ki, ədəd 1 null deyilsə. Null deyilsə və ya ədəd 2 burada da yenə bərabər null deyilsə, buradakı əməliyyatı icra eləsin. Baxın, bax, buradakı əməliyyatı mən artıq bunu götürürəm, Ctrl-X edirəm və Ctrl-V. Artıq baxın, burada məndə error göstərmir. Və buradakı görürsünüz, nəticəni rahatçılıqla ekrana verir. Və burada heç bir problem də yaşamır. Və burada sonda isə binding, məsələn, mən burada nəticə text yazsam və buradakı artıq yazını istifadə edə bilərəm. Baxın, nəticə, burada yazırıq dollar, bəzəkli mötərizə və buradakı nəticəni gətirib bura qeyd edilir. Baxın, burada məndə artıq bu problem həll olundu. Əgər biz burada rəqəm yazmasaq nə olmalıdır? Onun üçün də yenə else-dən istifadə edəcəyik və else-dən istifadə edəndə də burada yenə yazıram binding, məsələn, nöqtə nəticə text nöqtə text və burada da yazaq ki, rəqəm düzgün deyil. Və burada məsələn nida işarəsi qoyaq ki, məsələn, qarşıdakı konkret bilsin ki, artıq burada nə isə yanlış yazıb. Baxın dostlar, indi mən bunu run eləyirəm proqramı. Görək bizdə ilk olaraq ilk funksiyamız necə işləyir. Artıq bu funksiya işləyirsə, digər funksiyaları da rahatçılıqla icra edə bilər. Və burada yazıram ki, məsələn, tutalım ki, 15. Burada da qeyd edək ki, tutalım ki, 15. Və üstə gəlmə yazanda, baxın, bizə artıq burada nəticə 30 qeyd edəcək. Və burada məsələn, tutalım ki, mən heç bir şey yazmasam, enter tıklasam, burada yenə, məsələn, üstə gəlməni vursam, rəqəm düzgün deyildir. Baxın, burada mənim artıq burada yazılan sözü bura çapa verilir. Artıq bunu yazandan sonra digərlərini yazmaq çox sadədir. Burada götürürük, kopyalayırıq. Məsələn, çıxmada gətiririk, past edirik və burada üstə gəlməni çıxma edirik. Və gətiririk, məsələn, vurmada past edirik, üstə gəlməni vurma edirik. Və sonda isə burada gətirib past edirik, üstə gəlməni bölmə edirik. Baxın, çox sadə, artıq bir dənə funksiyamız yazıldı və digərlərini də çox rahatçılıqla icra eləmiş olduq. Və bunu run eləyirəm. Və burada, məsələn, tutalım ki, 15, 5. Burada üstə də gəlsəm, məsələn, olur 20, çıxsam, 15-dən 5 çıxanda 5, vursam 75, bölsəm 3. Həmçinin də, məsələn, tutalım ki, mən burada yazsam ki, tutalım ki, 10 rəqəmi və burada qeyd eləsəm, tutalım ki, 3 rəqəmi,
yenə də bölsəm, baxın mənə gördüyünüz kimi əsilli ədədi vermiş oldu. Yəni çox sadə bir proqramdır. Sadə bir kodları var. Yəni bu sadəcə bizim iş prinsipini əlimiz öyrəşsin. Həmçinin də sizlər də indi yazdıqlarınızı praktik eləmiş oldunuz ki, artıq biz bunun vasitəsilə nələr etmiş olduq. Və bugünkü dərsimiz bu qədər. Gələn dərsdə artıq bölüm 2-dən başlayacağıq. Bölüm 2-də də bizi yeni dərslər, yeni funksiyalar gözlər. Sağ olun. Gələn dərs görüşənədək.